İranda baş verən hadisələr artıq Vəli Fəqihin, Ayətullah Xamneyinin və ailəsinin ölümü ilə nəticələndi. Bu isə əslində bu hadisələrin dönüş nöqtəsi idi. Çünki hər kəs bilir ki, İranda rejim change, ya rejimin dəyişilməsi sırf Vəli Fəqihin və Sepahın ləğvi və münhəll olunmasından sonra baş verə bilərdi. İran rejimi kifayət qədər teokratik və dini irtica sistemi ilə idarə olunan bir rejim idi və bunun da başında bir məna olaraq Vəli Fəqih dayanırdı. Ayətullah Xamney əslində bütün bu sistemin qurucusu idi. Onun ölümü gələcəkdə İranda hər hansı bir demokratik dəyişikliklərin baş verməsinə bir töhfə verə bilər. Amma bunun da təbii ki, kifayət qədər ciddi şərtləri var ki, o şərtlər əslində təmin olunmalıdır. O şərtlərin ən vacibi Sepahın belə deyim ki, ləğvindən keçir. Çünki Ayətullah Xamneyinin ölümü və yaxud hər hansı başqa bir dini liderin yenidən seçilməsi və Ayətullah Xamneyinin yerinə gətirilməsi Sepahın əlinin daha da güclənməsinə yardımcı olacaq. Sepah məntəqədə, yəni regionda daha ciddi gərginliklər yaratmağa meyllənəcək. Ondan sonra Sepah iqtisadi baxımından kifayət qədər İranda hər şeyi yenidən öz əlinə ala biləcək. Yəni İranda iqtisadi böhran daha da çox dərinləşəcək, regionla münaqişələr və böhranlar daha da çox dərinləşəcək və belə olan təqdirdə də əslində İran Şimali Koreya tipli bir formaya idarə etməyə keçə bilər. Bu isə heç Orta Şərqdə və İranın qonşuluğunda yaşayan ölkələr üçün heç də yaxşı gələcək vəd vermir. Ona görə də bütün bu hadisələr əslində bir başlanğıcdır. Yəni, Vəli Fəqih sisteminin ləğvi üçün Sepahın ləğvi kifayət qədər vacib bir məsələdir. Və bugün də hesab edirəm ki, Qərb bu məsələni çox yaxşı bildiyi üçün artıq Sepahın rəhbərliyində dayanan və İran ordusunun rəhbərliyində dayanan komandanları belə deyim ki, neytrallaşdırır və bu neytrallaşdırma sona qədər xalqın İran daxilindən məsələyə müdaxiləsi və bütün o dövlət idarələrinin ələ keçirilməsinə qədər davam eləməlidir. Belə olmasa, təbii ki, İran yenidən, İrandakı mövcud rejim yenidən özünü qura və yenidən bu ritorikanı davam elətdirə bilər. Ona görə də bizim hesab edirəm ki, yaxın günlərdə çox həlledici proseslərin əslində şahidi olacağıq və hesab edirəm ki, İranın parçalanmasına qədər bu proseslər davam edəcək. Çünki mövcud, bilirsiniz, İran rejimi nə qədər şah rejimi şeyxlə dəyişdi də, şeyx rejimi şahla dəyişsə də heç nə dəyişmir. Əslində, mahiyyət İranda dəyişmir. Nə etniklərə qarşı münasibət dəyişir, nə region ölkələrinə qarşı münasibət dəyişir. Yenə də eyni şəkildə təhdid, eyni şəkildə böhran, eyni şəkildə assimilasiya. Demək ki, İranda ümumiyyətlə bir əvəz olunmaz və dəyişməz bir, həll olunmaz bir problem var. Ona görə də İran mütləq şəkildə mənim belə hesab edirəm ki, parçalanmalıdır və İranda İranın əsas sahibi olan, tarixi varis olan Azərbaycanlılar əsasən öz sözlərini deməlidirlər. Yavaş-yavaş Güney Azərbaycan dönəmi başlamalıdır və başlayır da. Mən hesab edirəm ki, hətta şahın oğlu belə İrana gəlməsi belə möhtəma olsa belə ki, mən onu doğru hesab eləmirəm. Və yaxud hətta Məsud Pezeşkiyanın İranda İran hakimiyyətinin ələ keçirilməsi baş versə belə, yəni hər iki halda da İranda İranın parçalanmasından başqa heç bir yol qalmayacaqdır. Və İranın da parçalanması əslində federal idarə etməyə keçməsindən başlaya bilər. Bugün İranda nə qədər də belə deyim ki, müstəqillik həvəskarı olan insanlarımız olsa da, yəni Cənubi Azərbaycanlılar mən əlbəttə nəzərdə alıram. Ancaq bugün müstəqillik real görsənmir. Real görünən İranda federal və özünü idarə sisteminin yaranmasıdır və belə olan təqdirdə milli kimliyimiz, ana dilimiz və digər tələblərimiz, haqlı tələblərimiz təbii ki, özünü müəyyən qədər bərpa eləyə bilər. Düzdür, bu çox ağırlı və çətin bir prosesdir. Çünki kifayət qədər bunun qarşısına müqavimətlərlə biz qarşılaşacağıq. Bu illər ərzində 50 ilə yaxındır ki, yeraltı sərvətlərin hamısını silaha və sursata veriblər. Siz görürsünüz ki, bütün region ölkələrinə hücumlar təşkil edirlər.
və artıq mən deyərdim ki, regionda elə bir ölkə qalmadı ki, İranın təhdidlərindən canını qurtara bilsin, İranın təzyiqlərindən canını qurtara bilsin. Bugün artıq Qatarda, Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə, İraqda, Yordaniyada və bir çox təbii ki, İsrailin özündə və bir çox təbii ki, ölkələrdə İranın zərbələrindən xəsarət alan insanlar var. Bu isə onu göstərir ki, mövcud hakimiyyət, mövcud rejim dəyişməsə və İranın bütövlüyü bu və yaxud digər şəkildə davam edərsə, Orta Şərqdən bu problem əbədi olaraq silinməyəcək, həll olunmayacaq. Və bunun bir yolu var, İranın parçalanması, İranda milli haqların bərpası, İranda millətlərin öz tarixi torpaqlarına, öz tarixi haqlarına, öz milli haqlarına çatması və ondan sonradır ki, Orta Şərq rahat və rifah dolu bir həyatı yaşaya bilər. Bugün amma biz bunların hamısının əksi olaraq İranda gedişatı, belə deyim ki, başqa bir məzrada görürük. Yəni, Sepah rəhbərləri, Əli Larijani, Qalibaf, İran Milli Məclisinin rəhbərliyində dayanan Qalibaf və digərləri görürsünüz ki, hədəni və qorxunu yenə də davam elətdirirlər. İntiqam alacaqlarına and içirlər və bu intiqamı kimdən alacaqlar? Amerika minlərlə kilometr okeanın o tərəfindədir. Burada olan da Amerika bazaları qonşu ölkələrin içindədir. Bəs intiqamı kimdən alacaqlar? Demək ki, qonşu ölkələrdə olan bazalara saldırmaqla. Axı bu bazalarda miqyası o qədər böyük deyil ki, İran onlara davamlı olaraq saldırsın, hücum eləsin. Demək ki, istər-istəməz region ölkələrini İran özünə qarşı səfərbər edəcək və bu heç də bölgəyə, belə deyim ki, yaxşı gələcək vəd etmir. Mən hesab edirəm ki, İran rəhbərliyi böyük yanlış addımlar içərisindədir. Çox qısa bir müddətdə biz görəcəyik ki, region ölkələri birlik və bərabərlik şüarı ilə İrana qarşı bir cəbhədə yer alacaqlar. Və İrana qarşı bir cəbhədə bu qədər ölkənin ki, kifayət qədər silah sursatları da var, həm də texnologiya baxımından ən üst səviyyədə olan müasir silahları var. Belə olan təqdirdə də İran geniş miqyaslı hücumlara məruz qala bilər və oradakı soydaşlarımız ciddi şəkildə təhlükəyə düşə bilərlər. Yəni, bu təhlükənin də aradan qaldırılması üçün nələr etmək lazımdır? Bax, bugündən düşünməliyik. Çünki orada bilirsiniz, ərzaq çatışmazlığı baş verə bilər. Orada soydaşlarımızın canı təhlükəyə düşə bilər. Təhlükəsizlik baxımından onları qorumaq lazımdır. Ərzaq baxımından onları təmin eləmək lazımdır. Və bugündən Azərbaycan və Türkiyə olaraq o günləri də hesablamalıyıq. Mənim qənaətim budur ki, tanıdığım o irtica rejimi hesab edirəm silahları yerə qoymayacaq və uzun illər bölgəni böyük xaosa, böyük bir müharibəyə sürükləyəcəklər və biz ona hazır olmalıyıq indidən. Cənab Prezidentin Səmərqənd çıxışını mən bir daha təkrarlayıram və xatırladıram ki, dedi, bizim İranda yaşayan 40 milyon soydaşımız var ki, əslində cümləsi belə idi ki, tarixin sərt üzündən Azərbaycandan kənarda olan 40 milyondan artıq soydaşımız var ki, onların azadlığı, təhlükəsizliyi və maraqlarının, mənafelərinin qorunması bizim Azərbaycan Respublikası olaraq borcumuzdur. Belə olan təqdirdə bu borc təkcə Azərbaycan Respublikasına deyil, həm də Türkiyə və Türk Dövlətləri Təşkilatında üzv olan bütün Türk dünyasına, eyni zamanda insan haqlarına inanan bütün dünya ölkələrinə və dünya insanlarına bir borcdur ki, İranda öz milli haqları və ailələrini qoruması üçün mübarizə aparan Azərbaycanlılara dəstək olsunlar, təhlükəsizliyini qorusunlar və hesab edirəm gələcəkdə bundan başqa da bir yol qalmayacaq. Bəzən mən sadəlövh çıxışlar görürəm ki, Amerika İranda vurdu filan kəs öldü, filan kəs ortadan qaldırıldı, filan yer bombalandı, demək ki, İran rejimi dəyişəcək. Yox, əzizlərim. İran ehtica molla hakimiyyəti kifayət qədər, belə deyim ki, yumuşaq formada desək, yəni bir, necə deyim, sırtıq bir şəkildə bir formada o gücə, o mərkəzə bağlanmış və saplanmış bir sistemdir. Yəni onlar bu sadəliyə tərk etməyəcəklər.
Onların bir ideologları var idi, Raif İpur. Onun da çıxışında dedi. Dedi, doğrudan elə düşünürsünüz ki, Sepah illərlə topladığı bu qədər raketi qoyub çıxıb gedəcəkmi? Bütün dedi raketlərin hamısını bütün düşmənlərimizin başına atmadan biz heç yeri getməyəcək. Yəni sözüm budur ki, nə qədər ki Sepahın əlində silah və nə qədər ki o Sepah sisteminə, Sepah institutuna inanan və oradan belə deyək, diplom alan və Sepaha xidmət edənlər varsa, biz o qədər hələ də biz təhlükəni öz qulağımızın dibində hiss eləməliyik. Ona görə də hesab edirəm region İrana müdaxiləsi ilə bərabər, yəni Amerikanın, İsrailin və Avropanın İrana hərbi müdaxiləsi ilə bərabər İran daxilində olan həm Azərbaycanlılar, həm də digər etniklər də öz belə deyim ki, haqlı mücadilələrini və haqlı etirazlarını, haqlı aksiyalarını keçirməlidirlər, öz tələblərini etməlidirlər, öz belə deyim ki, gələcəkləri ilə bağlı fikirlərini yürütməlidirlər, kifayət qədər təşkilatlanmalıdırlar və bu təşkilatlanma sayəsində xarici müdaxilə ilə bərabər İranda nələrsə biz nail ola bilərik. Gələcəkdə regionda təbii ki, əsas bugün güc olan Azərbaycan Respublikasının da gələcəkdə atacağı addımları belə deyim ki, biz səbirsizliklə gözləyirik. Mən inanıram ki, müstəqil dövlətimiz, şanlı dövlətimiz 44 gündə möhtəşəm qələbə əldə etmiş Azərbaycan dövləti və Azərbaycan xalqı gələcəkdə də bütün tarix torpaqlarında varislilik ənənəsi üzərində hesab edirəm ki, bütün soydaşlarımızı qorumağa yenə də hazırdılar və bu hazırlıq əslində bizim qanımızda, ruhumuzda, canımızdadır, dövlət manifestimizdir. Yaxın günlərdə hesab edirəm ki, Cənubi Azərbaycan məsələsi yenidən gündəmdə olacaq və bu hadisələr bizi əslində bir Azərbaycan xalqı olaraq o tərəfə doğru aparmalıdır. Yaşasın Azərbaycan, yaşasın, mən hesab edirəm ki, bütöv Azərbaycan. Sağ ol.